Əcəl. İmam Əli əleyhissalam buyurub, Allah əcəlləri, ömrün müddətini təqdir edib, müəyyənləşdirib, bəzilərini uzun və bəzilərini qısa edib və bir qismini arxaya atıb və bir qismini qabağa salıb. Onların amillərini ölümə bağlayıb, əcəlin sona çatmasının səbəblərini hazırlayıb. Əcəl və ölümdən doğru şey yoxdur. Əcəl nə gözəl dərmandır. İnsanın nəfəsləri onun ölümə tərəf addımlarıdır. Əcəl möhkəm bir qaladır. Qur'an, Allahın izni olmayınca heç kəs ölmür. O, vaxtı müəyyən edilmiş bir yazıdır. Əcəlin gözətçiliyi kifayətdir. Əcəl möhkəm qaladır. Hər bir şeyin ömrü var. Hər bir şeyin müddəti və sonu vardır. Allah hər bir şey üçün ölçü və hər bir ölçü üçün əcəl və son qoyub. Hər bir ümmətin əcəli, sonu var. Qur'an, hər bir ümmətin ömür müddəti vardır. Onların əcəli gəlib çatdıqda, ondan nə bircə saat yubanar, nə də qabağa keçərlər. Biz heç bir məmləkəti əcəli gəlib çatmamış məhv etmədik. Heç bir ümmət nə əcəlindən qabağa keçə bilər, nə də ondan arxaya qala bilər. Qur'an, sizi palçıqdan yaradan, sonra da bir əcəl müəyyən edən odur. Qəti əcəl onun yanındadır. Siz yenə də şübhə edirsiniz. İmam Sadiq yuxarıda qeyd olunan ayənin təfsirində buyurmuşdur. Naməlum, adsız əcəl aslı və şərti haldadır. Allahın istəyi ilə tez və gec ola bilir. Amma məlum adı olan əcəl, Allahın qədr gecəsindən gələn ilin qədr gecəsinə kimi qəzavi qədər olaraq müəyyənləşdirdiyi əcəldir. Və Allah onun barəsində buyurmuşdur. Onların əcəli gəlib çatdırda, bircə saat belə nə yubanar, nə də qabağa keçərlər. Ömürlər sədəqə verməklə uzanır. İnsanlar öz ömürlərindən çox, öz yaxşılıq və ehsanları ilə yaşayırlar. Həmçinin əcəllərinin çatmasından çox, günahlarının nəticəsində ölürlər.